Nəsə bir iş görmək istəyirsən, qəlbində sıxıntı var. Qəlbində sıxıntı var ki, bu iş problemli bir işə bənzəyir. Rahatlıq tapmır qəlbin. Amma insanlar sənə deyir ki, problem yoxdur, elə. Mən bu işdə problem yoxdur mənə görə. Bir də qayıdır deyir ki, hətta elələri var ki, deyir, sən elə, əgər problem varsa mənim üzərimədir. Mənlikdir. Xeyr, elə şey yoxdur. Hər kəsin günahı özünədir. Sənin qəlbin narahat ola, sıxıntıdasan, soruşsan kimdəsə, narahat olma, elə, problem yoxdur, mənlikdir. Qardaş, axirətdə necə verəcəksən bunun haqq hesabını? Gedib deyəcəksən ki, filan kəs dedik mənlikdir, ona görə elədim. Yox, elə şey yoxdur. Vallahi yoxdur elə şey. Ona görə ehtiyatlı olmaq lazım. Bax, burada bir məsələ də var. Bax, sənin qəlbində sıxıntı gəlir və həqiqətən görürsən ki, bir insan deyir ki, yox, bu işdə əslində problem yoxdur. Hətta elmli də olsa xəta da eləyə bilər. Əgər həqiqətən sənin qəlbində sıxıntı varsa, sən onu araşdır. O qəlbində sıxıntını qoyma elə qalsın sıxıntı halında. Araşdır, dəqiqləşdir. Çünki həmən o qəlbindəki vaiz sənə həqiqətən hiss elətdirir o. Ona görə araşdır, dəqiqləşdir. Bu demək deyil ki, sən şübhələrə qapı açmalısan. Vəsvəsələrə qapı açmalısan. Bax, bu qardaşlar, orta yol bizim ümmətin ən belə üstün olması, xoşbəxt olması odur ki, biz orta yoldayıq. Bax, nə vəsvəsələrə qapı açmırıq, nə də arxayınləşmirik. Hər bir şeydə, mənim ürəyim, qoy baxım ürəyimə. Yox, 100% halal olan bir işdir, 100% dəqiq olan bir işdir. Yenə də, yox, mənim ürəyim narahat, yox, mənim ürəyim... Belə də olmaz. Belə də olmaz. Yəni, orta yol tutmaq lazımdır. Nə o cür olma, nə də bu cür. Və yaxud da ki, getmirsən, namazını qıldın. 4 rükət, məsələn, zöhürdür və ya əsirdir, namazları gözəl bir şəkildə qalınır, həmişə kimi qıldın, gəlmiş otursan, mənim ürəyimə sıxıntı gəldi. Deyəsən, mən düzgün qılmadım. Deyəsən, mən rükün belə, başlı şeytan səhvəsi. Axı, hədisdə də Peyğəmbər s.ə.v demişdi, o gündə oxuduq, ürəyivə sıxıntı gəlsə, tərəddüd edsənsə, hətta insanlar sənə fətva versələr də, narahat olma. Gəlirsən, soruşsan, qardaş, belə oldu, nə? Problem yoxdur, sənin namazın düzdür. Amma hələ də ürəyimdə sıxıntı qalıb, yox. Peyğəmbər s.ə.v demiş ki, hətta insanlar fətva versə belə, doğru desə belə, problem yoxsa ki, sən ürəyivə şey. Gəlirsən, yox, qapı açmaq olmaz. Vəsvəsəyə qapı açmaq olmaz. Buradakı məsələ günahlara dairdir, günahlara. Bax, qarışdırmaq olmaz. Sən bir dənə, məsəl üçün, bir iş var, günaha bənzəyir, şübhəli bir işə oxşuyur sənə. Və insanlar deyir ki, yox, problem yoxdur o işdə, ged elə. Ged elə, riba yoxdur orada, şübhə yoxdur orada, haram yoxdur orada. Bax, məsələ budur. Qarışdırmayaq, qardaşlar. Bax, şeytan o qədər, baxın, niyə görə deyir Peyğəmbər s.ə.v şeytanın hiləsi var? Niyə? Fikir ver. Hər bir məqamda öz hiləsini işlədir, səni şübhəyə salmaqdan ötürü, bax. Hətta belə məqamlarda belə hədisi sənə dəlil gətirib səni şübhəyə salır. Görərsənmi? Qəlbə şübhə, görürsən, hədisdə belə idi. Qəlbə şübhə gələcək. Sən şübhəyə gələn şeyi tərk et. Və bu cür məsələlərdə də, yəni şübhəli məsələlərdə, günahlarla, haramlarla olan məsələlərdə çəkinmək lazımdır, qardaşlar.